Əziz dostlar, baxın bu proqnozlar başqalar təkrarlanmamış və heç kim deməmiş deyirəm. İranı vuracaq deyə son 35-40 ildir İran vuracağam deyə İsrail, Amerika təhdidlər eləyir. Və bugün də bu başlıqlar gedir danışır. Amma hər il deyir, amma İranı vurmayıblar. Bir iki dənə İsrailin atışma oldu da, amma bu dəfə elə olmayacaq. Mənim proqnozlarım var idi və bu dəfə Trump nə deyirsə düz deyəcək. İrana aid olan nöqtələri vuracaq və bu daha çox böyük savaş halına gələcək. Və bizim bu bölgəmiz qulağın dibi olan İran, sonra orada da İsrail, Türkiyə də bu işlərə qatılaraq 3-cü Dünya Savaşa gəlib çıxan dönəmə yaxınlaşırıq. May ayından sonra biz bu ip ucuları görəcəyik, sonra bu barədə bəzilər proqnoz verməyə başlayacaq. Mən indidən deyirəm.